Xalqımızın toyla bağlı bir çox adət-ənənələri var. Onlardan ən məşhuru isə xınayaxtı mərasimidir. Hazırda isə xınayaxtı mərasimlərinin təşkili üçün şəhərimizdə bir çox studiyalar fəaliyyət göstərir. Biz isə ən yaxşılarını seçib sizə təqdim edirik. Elə onlardan biri də Mücrü Xınayaxtı studiyasıdır. Xınayaxtı adəti çox qədimdən qalmadır, yəni bilirsiniz, bu adət unudulmuşdur. Amma son zamanlar gəlinlərimiz müraciət edirlər bizə. İstəyirlər həmin o qədimi ab-havanı yaratsınlar öz məclislərində. Bizləri dəvət edir, biz də yüksək səviyyədə onların məclislərini gözəl təşkil edirik. Nə lazım dekorlar, aksesuarlar, gəlin paltarları ilə hər bir şeylə xanımları təmin edirik. Mən indi sizə düzdür xınayaxtı haqqında məlumat verdim. İndi istəyərdim ki, bir balaca öz studiyamız haqqında sizə məlumat verirəm. Xınayaxtı studiyasıdır, adı Mücrü adlanır. Yəni ki, burada xınayaxtı aid olan hər bir aksesuar mövcuddur. Yəni ki, gəlinlərimiz buyurub bizə müraciət edə bilərlər, öz xınalarına daha da gözəllik qata bilərlər. Yəni burada gəlinlərin libasları, yəni xınaya aid olan aksesuarlar, libaslar, təcavələr, yəni ki, hər bir şey. Yəni sonra bu baxımdan da desəm, yəni ki, müğənnilərin təşkili, yəni aparıcıların, ürəkləri xanımlarımızın hansı aparıcı istəyirlər, hansı müğənnini istəyirlərsə, biz onların məclisinə onu dəvət edirik. Həmin adamlar da ki, yüksək səviyyədə onların məclisinə aparır. Yəni ki, kim əgər fotosesiyalar cürbəcür, yəni ki, hər bir xınayaxtıya, toya lazım olan hər bir şey bizim studiyamızda mövcuddur. Buyursun xanımlarımız. Qərənfiləm dəstəyəm, belə bülbüləm qəfəsdəyəm. Gedin yarıma deyin, həsrətindən xəstəyəm. Ay gəlin, gözüm gəlin, belə işlərəm özüm gəlin. Neynəsin qaynanası, göyçəkdir bizim gəlin. Ağat gəlir enişdən, sinəbəndi gümüşdən. Deyirəm, ay xanım, bu qismət olsun hamınıza, bu xına məclisindən. Belə bir bayatında mən eşitmişəm. Mal almağa gəlmişik, şal almağa gəlmişik, oğlanın adamıyı aparmağa gəlmişik. Bu bayatı çox məşhur bayatıdır. Yəni ki, oğlan evi yaxınlaşan ki mənə deyirlər, Gülü bacı, sənə bir bayatı deyəcəm. Deyirəm, buyurun gəlsin, siz dediyiniz bayatını deyirlər. Yəni onun cavabı da var. Qoy onun cavabını mən sizə deyim. Buyurun. Deyirəm ki, mal almaq belə olmaz. Şal almaq belə olmaz. Oğlanın adamısan, qız almaq belə olmaz. Yəni qız almaq asan deyildi, yəni bilirsiniz. Almışıq xanımları mən dəvət edirəm bu bayatıdan sonra. Rəqsin öz məharətlərini göstərirlər, necə deyərlər, rəqs edirlər, qəmbolca, sonra qızımız olarındır. Ta qədimdən bəri xanımlar öz bəzək əşyalarını mücrüdə toplayırdılar. Siz isə mücrünüzdə xatirələrinizi və yaddaşlarınızda silinməyəcək hisslərinizi saxlaya bilərsiniz.